Salam dostlar. Demək, keçən dəfə bir video hazırlayıb qoymuşdum ki, Almaniyaya Metzgerə bir də Bäckerei Ausbildunguna gəlməyin, gəlsəz peşman olacaqsınız. Amma səbəbini deməmişdim. Səbəbi odur ki, birincisi Metzgerə ilə Bäckereidə sırf gecə smeni olur. Çox hallarda 2 və yaxud gecə saat 3-də başlayır, gecə yarısı. Yuxusuzluq olur, ikincisi fiziki olaraq çətin işdir. Gəlməyin, yəni gələnlərin çoxusu qala bilmir, çıxırlar. İkincisi, onu yadımdan çıxarmışdım. Elə indicə bir tanışım var, onunla danışırdım, o McDonald'sda işləyib. McDonald's'a gəlsəz peşman olacaqsınız. Çünki McDonald's'a gələnlərdən mən o Ausbildungda qalan adam tanımıram. Gələnlərin bəziləri bir neçə ay qalıb, bəziləri bir gün, eləsi olub ki, yarım gün işləyib çıxıbdı. Yəni bu qədər çətindir. Yəni buranın iş disiplinini görməyən adam gəlib birdən-birə McDonald's kimi bir yerdə işləsə, yəni çox çətin olur. Yəni heç kim burada almanların özləri bu peşələrə getmirlər, McDonald's'a əsasda. Heç migrantlar da işləmək istəmirlər, heç kim işləmək istəmirlər. Çox işləyən o işlərdə burada Hindistanlılardır. Yəni McDonald's'a da sizə kimsə təklif eləsə ki, McDonald's Ausbildungu tapılıbdır sizə, get, yaxşı olacaq, qətiyyən inanmayın və qəbul eləməyin. Heç gəlməsəz daha yaxşı olar McDonald's üzrə. Ən yaxşısı gözləyin, daha yaxşı yer tapana qədər. Yəni bunu da istədim deyəm ki, biləsiniz. Yəni McDonald'sdır, bir də Burger King'dir. Yəni bu Ausbildunglara Metzgerə, Bäckerei, McDonald's sırf bu üçü yəni gələnlərin çoxsu peşman olurlar. Qalan peşələr də nədir? İndi onu da növbəti videolarda sizə paylaşıb bildirəcəm.